Salam, bugün sizə qiyməti fərqli olan iki kondisioner haqqında danışacağım və bunları qarşılaşdıracağıq. Bir əlimdə 3 manat 50 qəpik qiyməti olan Ogi, digər əlimdə isə 55 manat olan Tarte kondisioner var. Mən hər ikisini də uzun müddət istifadə edirəm və hər ikisini bəyənirəm. Sadəcə bunların aralarındakı fərqlərdən danışacağım sizə. İlk öncə üzümün bir tərəfinə Tarte tətbiq edirəm və vurduğum ilk andan məncə nə qədər örtücü olduğunu görə bilərsiniz. Yəni bu qədər istifadə eləməklə məncə bütün üzünüzə bəs olar. Yəni bütün gözaltı qaralarını örtə bilər. Daha sonra üzümün digər tərəfinə Ogini tətbiq edirəm. Ogi də örtücü olsa da, yəni Tarte'dan daha az örtücüdür və məncə günlük istifadəyə tam uyğundur Ogi. Tarte biraz teksturası qalın olduğu üçün çətin yayılır, amma Ogi daha rahat yayılır. Və Tarte daha örtücü olduğu üçün Ogi'dən daha tez belə oksidlənir. Amma mən hər ikisini də bəyənərək istifadə edirəm. Ümid edirəm ki, sizə yararlı oldu video. Sağ olun.